Bugün sizə Azərbaycan hökumətinin öz vətəndaşına qarşı olan sevgisini göstərəcəm. Görün bu hökumət bizi necə qazlayır. Necə qayğımıza qalır. Bax bu əlimdəki banandır. Bu banan Azərbaycana Afrikadan gəlir. Afrikadan ha. Və hal-hazırda bu bananın 1 kilosu marketlərdə 2 manat 50 qəpiyə satılır. Bu isə portağaldır. Portağal Azərbaycana Portuqaliyadan, İspaniyadan gəlir. Və portağalın hal-hazırda 1 kilosu isə 3 manatdır. Bu isə yerli məhsullarımızdır. Pomidor və xiyar. Bax, pomidor da, xiyar da bizim öz torpağımızda bitir. Amma ki, Azərbaycan hökuməti bax, bu pomidoru və bu yerli xiyarı bizə pomidoru 5 manat 50 qəpiyə satır. Xiyarı isə 4 manat 50 qəpiyə. Yəni, hökumət deyir ki, ay mənim gözəl vətəndaşım, yesən də xiyardır. Yeməsən də xiyardır.